Bakıda qar nadir hallarda yağan, amma hər dəfə geniş müzakirə doğuran hadisədir. Məhz bu səbəbdən sinoptik xəritələrdə paytaxta doğru hərəkət edən soyuq hava axınları bu günlərdə həm mütəxəssislərin, həm də sakinlərin diqqət mərkəzinə düşüb. Temperaturun gecə saatlarında 0 hədinə yaxınlaşması, buludluluğun artması və rütubətin yüksəlməsi Bakıya qar yağacaqmı sualını yenidən gündəmə gətirib. Bölgə TV xəbər verir ki, hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov konkret açıqlamasında bildirib ki, mövcud meteoroloji proqnozlara əsasən həftənin ilk günlərində paytaxtda yağıntıların sulu qar və qar şəklində düşmə ehtimalı var. Belə ki, bazar ertəsi 19 yanvar və çərşənbə axşamı 20 yanvar gün ərzində havanın maksimum temperaturu 3 dərəcə, minimum temperaturu isə 0 dərəcəyə qədər düşəcək. Axşam və gecə saatlarında yağış, sulu qar və qar yağacağı ehtimal olunur. Ekspert qeyd edir ki, çərşənbə 21 yanvar hava nisbətən asılacaq, lakin gecə saatlarında şaxtalı hava şəraiti müşahidə ediləcək. Həftənin sonu yanvarın 22-sindən etibarən temperaturun tədricən artaraq gündüz 7-8 dərəcə olacağı, yağıntıların isə daha çox yağış şəklində davam edəcəyi gözlənilir. Rəna Rövşənqızı, Bölgə TV.